Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və şagirdlər. Bugün sizinlə Füzulinin söz qəzəlini izah edəcəyik. Gəlin əvvəlcə söz qəzəlinin forma xüsusiyyətlərini izah edək, sonra da məzmununa keçək. Demək, söz qəzəli lirik növdə, əruz vəznində, rəməl bəhrində yazılmışdı. 7 beytdən ibarətdir, beytlər formasında yazılmışdı. Yəni, şeir vahidi beytdir, 2 şeir şəklindədir. Bədii sualdan burada istifadə olunmayıb, bədii xitabdan istifadə olunub, bəli, sonda. Sonra, qafiyə quruluşu necədir? Gəlin, qafiyə quruluşuna da baxaq. A, B, A, C, A. Bu formada qafiyələnir, biz bilirik də, onsuz da qəzəlin qafiyə quruluşu bu formadadır. A, B, A, C, A, D, A. Bu formada da davam edir. Sonra, gəlin keçək indi məzmununu izah edək. Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz. Bu nə sirdir? Kim olur hər ləhzə yoxdan var söz. İnsanın sirrini hər kəsə açan sözdür. Bu necə bir sirdir ki, söz hər an yoxdan var ola bilər. Demək, burada nə demək istəyir? Yəni, deyir ki, biz gizli sirlərimizi nəyin vasitəsindən açırıq? Əlbəttə ki, söz vasitəsindən. Hətta burada sir, yəni sir adlandırır, sözün var olmağını da. Yəni, necə bir sirdir ki, deyir bu, söz heç yoxdan da var ola bilər. Artıran söz qədrini sidq ilə qədrini artırar. Kim nə miqdar olsa, əhli neylər ol miqdar söz. Yəni, burada demək istəyir ki, sözün qiymətini bilən, ona dəyər verən insanda özünə də dəyər vermiş olar. Yəni, sən dəyərli danış ki, sən də o dəyərli sözlərinə görə sənə dəyər versinlər, hörmət etsinlər. Yəni, insana onun danışdığı sözə görə qiymət verilir. Ver sözə ehya ki, tutduqca səni xab-i əcəl, edə hər saat səni ol uyqudan bidar söz. Deyir ki, sən sözü canlandır, dirilt ki, səni ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan. Yəni, burada nə demək istəyir? Yəni ki, deyir, yaşadığın müddətdə o qədər dəyərli sözlər danış ki, ölüm yuxusu gəldiyi zaman, yəni öldüyün zaman yenə də sən həmin dəyərli sözlərindən yenidən xatırlanasan və dirilmiş olasan da. Yəni, bu sözlər səni yenidən diriltsin. Yəni, sən həmin sözlərin xatırlandıqca yenidən diriləsən. Məsələn, burada Füzulini biz nəzərə alıb deyə bilərik. Bugünkü dövrdə Füzuli yaşamır, ancaq biz onun dəyərli sözlərini oxuduqca hər dəfə onu xatırlayırıq. Bir nicar əmbərxətdir könüllər almağa, göstərər hərdəm niqab-ı qeybdən rüxsar söz. Mənalı söz könüllər alan gözəl kimidir. O da hərdən örtüyünü açıb üzünü göstərər və könülləri şad edər. Demək, burada mənalı sözü könüllər alan gözələ bənzədir və həmin gözəl üzünü açdığı zaman necə ki, insanların könlü şad olur, mənalı sözlər eşitdiyimiz zaman da bizim könlümüz şad olur. Xazini gəncini əsrardır, hərdəm çəkər, rişdə-i isarə min göffəri əsrar söz. Burada demək istəyir ki, söz sirrər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər zaman sirri göffərlərini sapa düzüb aşkar edər. Demək, burada demək istəyir ki, söz sirrər xəzinəsinin xəzinədarıdır deyəndə, mən düşünürəm ki, bu nəzərə alır ki, biz yəni gizli qalmış sirrlərimizi, yəni söz vasitəsilə açırıq və biz həmin gizli sirrlərimiz bir xəzinədir. Bu xəzinəni açan nədir? Əlbəttə ki, sözdür. Sonra, olmayan xəvvasi bəhri, mərifət arif deyil, kim sədəf tərkib etəndir, lölə-i şəhvar söz. Mərifət dənizinin üzgüçüsü olmayan bilməz ki, bədənin tərkibi sədəfdirsə, şəhanə incisi sözdür. Burada mərifət dənizinin üzgüçüsü deyəndə, yəni arif insanlar, bilən insanlar nəzərdə tutulur. Yəni, arif insanlar bilir ki, bədənin tərkibi sədəfdir, şəhanə incisi də sözdür. Əgər bunları bilmirsənsə, yəni sən arif deyilsən, onu nəzərdə tutur. Gər çox istərsən, Füzuli, izzətin az et sözü, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Burada demək istəyir ki, əgər sözün hörmətli, dəyərli olmağını istəyirsənsə, az danış. Yəni ki, az danış, ancaq dəyərli danış. Burada sonunda demək, Füzuli özünə müraciət edir və özünə məsləhət verir də deyə bilərik sonunda. Çünki deyir ki, sözünün dəyərli, hörmətli olmağını istəyirsənsə, az danış. Yəni, az danış, ancaq dəyərli danış, özün də hörmətli, dəyərli olasın.
Sonda bunu da qeyd etmək istəyirəm ki, söz qəzəli rədif əsasında adlandırılmışdır. Bəs rədif nədir? Qafiyədən sonra təkrar olunan sözlər rədifdir. Burada bizim rədifimiz hansıdır? Söz. Qafiyə olunan sözlərdə izhar, var, miqdar, bidar, rüxsar, əsrar, şəhvar, xar. Bu sözlərin hamısı qafiyə təşkil edən sözlərdir və qafiyə təşkil edən sözlərdən sonra təkrar olunan sözlər rədif olur. Və bunu da qeyd edim ki, yadınızda saxlayın ki, mütləq rədif hər beytdə və ya hər bənddə mütləq olmalıdır. Yəni hər misrada olur deyə bir fikir yoxdur. Yəni bu yanlış olar. Ancaq rədif bütün bəndlərdə və ya beytlərin hamısında mütləq olmalıdır və qafiyədən sonra təkrar olunmalıdır. Bugünkü dərsimiz bu qədər. İzlədiyiniz üçün sizə təşəkkür edirəm. Sağ olun.